Bəli. Bu günlərim gördüyünüz kimi biz harda Vəng kəndinə gedən, Ağdərə rayonunda Vəng kəndinə gedən yerdəyik. Mən bütün şəhidlərin anaların əllərindən öpürəm, ataların qarşısına baş əyirəm və bütün şəhidlərin ruhu qarşısına baş əyirəm. Çünki bu şəhidlərimiz 1-ci Qarabağ döyüşləri, 2-ci Qarabağ döyüşlərində olan şəhidlər olmasaydılar, biz bugünkü gündə bu torpaqlarda gəzənməzdik. Və əlbəttə ki, cənab prezidentimizin siyasəti nəticəsində bu torpaqlara gəlmişik. Allah cənab prezidentimizi də qorusun. Və şəhidlər, Gəncəliyev Zahid Məstanoğlu, o cümlədən Xanquliyev Xosrov Quluoğlu, Sarkişev Altay Vaqifoğlu, Qurbanov Əli Qismət Zamanoğlu, Xanquliyev Nazim Xosrovoğlu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Görürsünüz, 94-cü ildə, 92-ci ildə, 93-cü ildə, 92-ci ildə və 92-ci ildə canlarını bizim üçün fəda verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəli, sizin torpağınız şad olsun, ruhunuz şad olsun ki, bugünkü gündə biz Ulu Öndərimizin dediyi söz torpaqlarımıza qayıtmaq, biz qayıtdıq. Və sizlərə inşallah təşəkkür edirik. Sağ ol deyirik, bizim Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun şəhidlərimiz, minnətdarım.